Başqa bir bəhsimiz budur ki, əhl-i sünnə alimlərindən bizimlə həmfikir olanlar var. Amma bizdən onlarla həmfikir olan yoxdur. Mən qarşı tərəfə dəlil gətirmək istəyirəm, gərək onların öz alimdən sitat gətirəm. O da gərək mənim alimdən sitat gətirsin. Bizim bir alimimiz demir ki, namazda xalçaya hara gəldi səcdə edə bilərsən. Demir bizim alim. Düzdür yox. Bir alim tapa bilməzsiniz. Əlbəttə, son vaxtlar saxta alimlər çox tapılıb. Yalandan çıxarlar internetə, bizim alimlərin əmmamasını, əbaqabasını geyindirirlər, Nəcəfdə oxuyur filan bəsməkan yalan söhbətlər. Amma həqiqi İslam dünyasında tanınan şiə alimi bir nəfər tapa bilməzsiniz ki, desin ki, qardaşlar, torpaq mühüm deyil, daş mühüm deyil. Hara gəldi səcdə edə bilərsiniz bu xalçaya, palaza. Amma əhl-i sünnə qardaşlarımızın hamı alimlərin demir, etiraf edilir, hamısı yox. Bəzi alimləri bizlə həmfikirdirlər. Mən indi onların adlarını sayacağım. Onlar özləri deyirlər ki, namaz qılanda gərək nəyə səcdə eləsən? Torpağa. 1. Əbdülvəhhab İbni Əhməd Əl-Ənsari Əl-Misri, Misirlidir, Əş-Şafii. Şafii məzhəbindəndir. 10-cu əsrin alimlərindəndir. Mizanul Kubra kitabında 1-ci cild 164 yaxud da 165-ci səhifədə bunu ondan nəql edir. Hansı kitab? Əl-Yəvaqit vəl-Cəvahir fil-Əqaid kitabı, fil-Əqaidil Əkabir kitabı. Alim nə dedi? Alim belə deyir. Şafii və Həmbəli, iki imam, əhl-i sünnə alim, məzhəb banisi səcdəni məsafə bir yaratsın. Alınla torpaq arasında bir məsafə, yəni maniyə, icazə vermirdilər və bunu da kifayət bilmirdilər. Namazda gərək alın yerə dəysin ki, dəlil bunu gətirir. Əhl-i sünnənin gözəl bir cümləsinə bax, insan təkəbbürdən uzaq olsun. Birbaşa alnını hara qoysun? Torpağa qoysun. Sonra da hədisi deyir. Hədis var. La yədxulul cənnətə mən fi qəlbihi misqalə zərrətin min kibr. Qəlbində zərrə qədər təkəbbür olan adam cənnətə daxil olmaz. Əhl-i sünnə alimi özü bunu dəlil gətirir və buyurur ki, gərək namazda alnını hara qoyasan? Torpağa. İkinci alim kimdir? Zərqani, Maliki məzhəbinin banisi olan Maliki ibn Ənəsin bir kitabı var, Müvətta. Ona şərh yazıb. Zərqani şərh yazıb Malikin Müvətta kitabına 1-ci cild səhifə 329 yazıb. Müstəhəbdir, savabdır ki, insanın alnı birbaşa torpağa qoyulsun. Nədir? Müstəhəbdir. Hətta bu işi savab da bilib. Niyə bizi ittiham edirsiniz? Alnını torpağa qoymaya hətta bu kişi nə deyir? Savabdır. Ən şəxsi mən savab iş görmüşəm. Niyə məni ittiham edirsən? Üçüncü alim, Muhyiddin Nəvəvi Əl-Məcmu kitabında buyurur ki, o ki, Peyğəmbərdən rəvayət edirlər, Peyğəmbər əmmaməyə səcdə elədi, o hədis səhih deyil, düzgün deyil. Özü bizə deyir. Dördüncü, Hafiz Beyhəqi Sünənül Kubra kitabında 2-ci cild 106-cı səhifədə müəyyən söhbətləri deyəndən sonra əmmamənin deyir ki, əmmaməyə səcdə isbat olunmamışdır. Əmmaməyə səcdə etmək isbat olunmamışdır. Kimsə əmmaməyə səcdə etsin, qəbul olunmur. Deməli, hara alnını qoymalıdır? Torpağa. Axırıncı, Vəhhabilərin qəbul etdiyi mötəbər alimlərdən biri İbn-i Qayyimül Cozi Zadul Məad kitabında 1-ci cild səhifə 59-da özü deyir ki, Peyğəmbər alnını torpağa qoyardı, əmmamaya qoymazdı. Əbu Hureyrənin əmmamaya səcdə barəsində rəvayət elədiyi hədisin özü mətrukdur. Mətruk yəni tərk olunmuşdur. Ona əməl olunmur. O hədisə əməl olunmur. Bu da əhl-i sünnə alimləri. Bizim bugünkü bəhsimiz bu qədər. Biz bugünkü bəhsimizdə dedik ki, bir, sahabələri böldük. 3 xəlifə, ondan əlavə Həzrət Əleyhisselam, İbn Abbas və başqa sahabələr namazda alınlarını torpağa qoydular. İkinci tabiin, sahabəni görənlərə tabiin deyilir. Onlar namazda səcdəyə torpağa qoydular. Hətta dedik, gəmiyə gedəndə özü ilə nə götürərdi? Kəsər götürərdi.
Üçüncü, əhl-i sünnə qardaşlarımızın öz alimlərindən, sizdəndir. Nəzəriyyələri budur, fikirləri budur. Bizdən isə belə bir alim tapanmazsan ki, desin ki, torpağa, xalçaya, hara gəldi palaza alnını qoya bilərsən. Bu da əhl-i sünnə alimlərin adlarını da saydıq. Qardaşlar inşallah özləri də bəzi kitablara müraciət edirlər. Allahın və Peyğəmbər əhl-i beytinə Allah bizi Peyğəmbərimizin şəriətini başa düşənlərdən qərar versin.